Belə bir sual paylaşmışdıq. Uyğunsuzluğu müəyyən edin. Deməli, fikirlər verilib, qabağında da doğru yanlış sözlər yazılıb. Biz baxmalıyıq ki, uyğunsuzluq hardadır. Kim sualla tanış deyilsə, əvvəlcə videonu saxlayıb cavabını müəyyənləşdirsin. Sonra keçək bizim izaha və cavaba. A variantında deyir ki, bişir sözünün vurğusunun yeri verilibsə, sözün aid olduğu feil şəklini dəqiq söyləmək olar. Məsələn, bişir sözü bilirsiniz ki, xəbər şəklində də düşünülə bilər indiki zamanda, irqrammatik. Əmr şəklində də ola bilər, sən bişir. Amma bu sözün bizə quruluş növü verilsə, deyilsə ki, bu ir leksikdir, biz biləcəyik ki, bu söz əmr şəklindədir və yaxud da deyilsə ki, bu ir qrammatikdir, biləcəyik ki, xəbər şəklindədir. Amma A-da deyir ki, vurğusunun yeri verilibsə. Bişir sözünün vurğusu hər iki halda axırdadır. Bişir. Yəni, mən sizə deyirəm ki, bişir sözünün vurğusu ikinci hecadadır. Hansı şəkildədir? Siz deyəcəksiniz ki, nə ipucu verdiniz ki bizə? Onsuz da biz bilirdik də ikinci hecadadır. Deməli, mən sizə desəm ki, bunun vurğusunun yeri verilib, yenə də bilməyəcəksiniz ki, o söz hansı şəkildədir. Deməli, bu fikir səhvdir. Səhv fikrin qabağında yazılıb ki, doğru. Bizə də uyğunsuzluq lazımdır. Ona görə cavab elə A variantı. Məqsədi təkcə testi düzgün cavablandırmaq olan yox, həm də öyrənmək olanlar üçün ardını da izah edeyim. Deməli, təsriflənən feilin işlənmədiyi cümlədəki feildə ıb şəkilçisi işlənibsə, deməli, həmin cümlədə feili bağlama işlənib. Yəni, ıb şəkilçisi feili, daha doğrusu burada təsriflənən yazılıb. Təsriflənən feil yoxdur cümlədə və ıb şəkilçisi işlənib. Deməli, bu ıb keçmiş zaman ıbı deyil. Yerdə nə qalır? Feili bağlamanın ıbı. Bəs feili bağlamadan başqa hardasa ıb varmı? Var. Mürəkkəb feillərdə demişdik ki, yaxın mənalı və yaxud da əks mənalı sözlərin birləşməsindən yaranır, defisdən yazılır və birinci tərəf ıbdan olur, ikinci tərəf sərbəst olur. Atılıb düşmək, deyib gülmək elə də ola bilər. Təsriflənən feil yoxdur. Deyib gülmək onun adəti idi. Ib şəkilçisi var, feili bağlama işləmi xeyr. Belə bir iddia eləyə bilmərik, olmaya da bilər. Bu yanlışdır. Yanlışın qabağında yanlış yazılıb, ona görə burada problem yoxdur. Elə feillər var ki, onlar xəbər vəzifəsində işləndikdə bəzən xəbərin ismi yoxsa feili olduğunu dəqiq söyləmək olmur. Bəli. Məsələn, gülməlidir tipli sözlər demişdik. Gülməlidir, içməlidir. Bu sözlər xəbər olarsa, bu feil. Biz bilmirik ki, bu feili sifətdir. Məsələn, su içməlidir. Feili sifətdir yoxsa vacib şəklindədir. Ona görə bilmirik ki, feili xəbərdir yoxsa ismi xəbərdir. Bu fikir doğrudur, doğrunun qabağında doğru yazılıb. Bəzi feillər quruluşca sadə olduğu halda qarşılıq bilgəlik növdə ola bilər. Ola bilərmi belə bir şey? Qətiyyən. Məzmunca ola bilər.